Kısa da olsa zikrin sonunda bir şeyde qeyd edim ki, mövzudan biraz kənara çıxaraq. Yəni, bu günümüzün böyük problemlərindən olan bir də bu dil məsələsidir. Yəni, insanlar, müsəlmanlar daha doğrusu, qardaşı barəsində, məsələn, qadınlar arasında da var, bu ən çox qadınlar arasında da bir-birlərinin haqqında dilini qorumurlar, Allahdan qorxmurlar. Bu isə bəzi insanların pis zənnə düşməsinə gətirib çıxardır. Təbii ki, bu vaqiəmizə heç bir müsəlman Rasulullah sallallahu aleyhi ve sellemin yanında böyüməyib, sahabə deyil və sahabə qadın deyil, biz də həmçinin sahabə deyilik. Hər bir insan xəta edə bilər. Xəta bizə məhsub olan, insana məhsub olan bir şeydir. Amma insan gərək dərk etsin ki, nəyi danışır və nəyi insanlara bildirir. Kimin haqqında, əgər məlumatı varmı, tanıyırmı, yoxsa bu ona özünə bir böyük bir bəladır. Danışdığı şəxsin haqqında şəxsə zərərləyir. Ola bilər xeyrə mane olsun, amma özünə daha çox zərəri var. Çünki Allah Subhanahu və Teala öz izzətli kitabında buyurur ki, belə keçir ki, sırayla gəlir təbii ki, orada deyilir ki, inanma, tez-tez and içən alçağa, xeyrə mane olana. Yəni, insanlar var ki, hətta dili ilə xeyrə mane olur, bilmədən, danışır elmsizcəsinə, bir insan haqqında. Bu nə üçün qeyd edirəm, gözəl qardaşlarım? Bu məsələdə insanlar ehtiyat etməlidir. Çünki, örnək verim sizlərə, düşünün ki, insan səhərdən axşama qədər alın təri ilə, canı ilə, malı ilə, günün sonuna qədər çalışır və qazanc əldə edir və günün sonunda bunu tanımadığı insanlara verir. Hər gün bu davam edir, düşünün ki. Bunu edə bilərsiniz, yəni ki, kimsə edə bilər buradan. Yəni, səhərdən axşama qədər işləyək və qazancımızı tanımadığımız insanlara boş-boşuna qarşılıqsız hədiyyə verir. Etməliyik, əlbəttə ki, ağıllı insan, düşünə bilən insan üçün bunu heç kim etməz. Düzdürmü? Amma təəssüflər olsun ki, bəzi müsəlmanlar malında etdiyi xəsisliyi, malın qoruduğu kimi, canın qoruduğu kimi dilin qorumur. Bunun səbəbi nədir? Bunun səbəbi isə axirətə, haqq hesabı olan imanından dolayıdır. Bu böyük bir problemdir. Haqq hesaba iman edən kəs nə danışdığını düşünərək danışır. Bilər və nə danışır. Alimlərdən olan Hudeyl ibn İyadın gözəl bir hikmətli sözü var. Deyir ki, alim, münafiqin dili qəlbinin önündə olar. Qəlbi düşünmədən ağzına nə gəldi danışar. Amma müminin, müsəlmanın dili isə qəlbinin arxasında olar. Qəlbi düşünər, sonra danışar. Çünki insan qəlbində hiss etdiyi kini, küdrəti ortaya qoyur dili ilə bəllidir. Çünki dil, danışıq, insanın kim olduğunun ortaya qoyur. Örnək verin bunun üçün, insanın səsindən, qəzəbindən, tanıyırsınız ki, insanın səsindən ki, bu insan kimdir? Və yaxud Abdurrahman qardaşdır, və yaxud Zeyd qardaşdır. Bunlardan hansısa birinin səsindən tanıyırıq ki, bu qardaşdır. İnsan səsindən tanınır. Yəni səs telindən, danışığından. İnsanın dili də həmçinin də. Onun kim olduğunu bildirir. Qəlbində nə olduğunu artıq ortaya qoyur. İnsan qorxmalıdır bu haqda. Misal verdiyim ki, sən günün sonuna qədər işləyib də öz əziyyətini kiməsə verməmək istəmirsənsə, dilini də qorumalısın. Müflis olmamaq üçün. Çünki hədisdə hamımızın bildiyi, Müslimin rəvayət etdiyi bir hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurur ki, ümmətimin müflisi odur ki, qiyamət günü namaz, oruc və zəkatla gələr. Amma həmən kəs kiməsə söymüş, kiməsə iftira atmış, kiminsə malını yemiş, kiminsə qanını tökmüş, kimsə haqqını tapdalayıb. Və onun xeyir əməlləri bunu etdiyi adamlara verər. Yəni kimin haqqında bunları edibsə, kimi iftira atıbsa, verər ona
onlara. Və əməlləri bitdikdə isə onların günahlarına yüklənər, üstənlər və cəhənnəmə atılar. Allahu Akbar. Müflis olan insan budur. Əgər bu şeyləri bilən insan bunu edirsə, həqiqətən də bunda haqq hesaba imanında problem var, qardaşlar. Çünki insan haqq hesaba iman gətirən insan necə ola bilər ki, bir günahkar müsəlman olsun və ideal müsəlman olsun, fərqi yoxdur. Onun barəsində rahat danışa bilər. Necə bir imandır da, yəni necə sən iman etmirsən ki, Rəbbinin huzurundasan, düşün ki, Rəbbin sənə deyir ki, səni cənnətə atacaqdım, amma sən Zeyd qardaşın haqqında danışdığın üçün, səni cəhənnəmə atacaq. Sübhanallah, düşün bu mənzərəni. Bir addımlığında olan bir cənnəti sən bir sözünlə, bir dilinlə zay edirsən. Çünki dillə, bir kəlmə ilə cənnəti də qazana bilərsən. Eləcə də cəhənnəmi də qazana bilərsən. İnsan ehtiyat etməlidir bu. Dilin qorumalıdır. İnsan haqqında məlumatın varsa danış, harda danışa bilərsən. Əgər islah etmək istəyirsənsə, get yanına, qeydinə qal. Otur, dur, hali ilə maraqlan. Şeyxülislam İbn Teymiyyə rahimehullah təala deyir ki, insanlar haqqında danışanda bu iki şeyə diqqət edin. Birincisi elmdir. Yəni öyrənmək, elm nədir? Öyrənmək, bilmək. Yəni o insan haqqında məlumatın varsa, elmlisinsə, dəqiq məlumatın varsa danış. İkincisi də ədalətdir, adil olmaq. Ədalətli şəkildə danış, zülm etmədən, haqqına girmədən. Sübhanallahul azim. Görürsüz, necə də alimlər bu şeylərə önəm veriblər. Çünki insanın dili özünü məhv edir. Allah Əzə və Cəllə buyurur ki, öz izzətli kitabında o gün insanların ağzına möhür vururlar, əlləri və ayaqları onlara qarşı şahidlik edər. Və insan deyir ki, nə olub ki, əllərim və ayaqlarım mənim əleyhimə şahidlik edir. Yəni, əllərin və ayaqların şahid ediləcəyi bir gündə qorxmuruqmu biz? Necə Allaha Subhanahu və Teala haqq hesaba iman gətirmiş? Necə ola bilər? O gün sənin etdiyin əməllər və dili ilə etdiyin sözlər fayda verəcək. Nə dost, nə ana, nə var, dövlət, heç kim sənə fayda verməyəcək. Şan, şöhrət, bunun da faydası olmayacaq. Necə ki, bir hədisdə gəlir ki, hər səhər insan yuxudan oyananda bütün bədən üzvləri dilə xitab edir ki, bizim barəmizdə Allahdan qorx. Çünki insan gün ərzində xeyir əməl edər, xeyir əməlin ardıca yeriyər və onu edər, yaxşılıq edər, sədəqə verər, iş görər, amma dil elə bir söz deyər ki, o bütün əməli pus edər. O əməlləri zay edər. Bütün bədən üzvləri dilə müraciət edir ki, bizim barəmizdə Allahdan qorx. Allahu Akbar. Allah Əzə və Cəllə müsəlmanları islah etsin. Allah Əzə və Cəllə müsəlmanları dilin qorumağı nəsib etsin.